46-cı sualda sferik qablarda eyni növ ideal qaz var. Eyni növ dediyi üçün deməli onların sıxlıqları bir-birinə bərabərdir. Yəni ρ1 bərabər ρ2-yə. K kranı açdıqdan sonra qablarda qərarlaşmış təzyiq hansı qərarlaşmış təzyiqi hesablayın. Biz bilirik ki, qərarlaşmış təzyiqin düsturu P son bərabərdir. P1 V1 üstə gəlinsin. P2 V2 bölək V1 üstə gələk V2 ilə tapılır. Burada baxın, radiuslar haqqında bir məlumat verilib. R2 bərabər 2 R1-ə. R1-ə R desəm, R2 olacaq onda 2 R-ə bərabər. Biz bilirik ki, həcmin düsturu kürək üçün V bərabərdir 3-də 4 PR kubudur. Gördüyümüz kimi V R-lə kubik düz asıdır. Yəni, baxın, birincinin həcmindən V desəm, ikincinin həcmi artıq 2-nin kubu 8-ə vurmalısınız. Yəni, 2-nin kubu 8-dir axı, 8V olacaq. 8 dəfə çox. Artıq gəlin buradan P sonu tapaq. P1-imiz gördüyünüz kimi 18-dir. V1-də V-dir. 18 vuraq V, 18V üstə gəlinsin. P2-miz 9 kilopascal, vurulsun 8V. 9 vuraq 8 eləyəcək 72V. Bölünsün V1 üstə gələk V2, V1 V-dir, V2 də 8V-dir. 8V üstə gələk V bizə verəcək 9V. 72 üstə gələk 18, 90V bölək 9V. V-lər ixtisar getdi, 90 bölək 9 bizə verəcək 10 kilopascal. Cavab olacaq B bəndi. Hansı ki, mən burada kilopascaldan paskala keçmədim, çünki cavabda da kilopascallar istəyirdim.